Və sədəqə vermək ən böyük salih əməllərdəndir. Allah Teala hər kəsi eyni yaratmayıb, qardaş. Kimisini varlı yaradıb, kimisini kasıb. Və varlının borcudur ki, kasıblara əl tutsun, baxsın, öz malının zəkatını, sədəqəsini çıxartsın. Hətta mən deyərdim ki, kasıblar da sədəqə versinlər. Yəni, kasıb, sənin cibində 50 qəpiyinə yoxdurmu, onu da kiməsə sədəqə verəsən. 1 manatın belə yoxdurmu sədəqə verəsən. Şərt deyil ki, hər gün verəsən. Sən də sədəqə çıxart. Çünki sədəqə verəcəksən, qiyamət günü faydasını görəcəksən. Həm insanı qəbir əzabından qorur, həm insanı qiyamət onun üçün kölgədir. Onu ixlas eləyərsənsə, insan həm sədəqəsinin kölgəsində qiyamət günü kölgələnəcək, həm də ərşin kölgəsində kölgələnəcək 7 sinif insan var ki, o gün heç bir kölgə olmadığı bir halda Allahın kölgəsində kölgələnəcək, ərşin kölgəsində kölgələnəcək. Onlardan biri kimdir, qardaşım? Sədəqə verəndir. Gizlində sədəqə verən. Sağ əlinlə verdiyini, sol əlin xəbər. Sağ əlinlə sədəqə verir, sol əlin xəbər. Bu nədir? Yəni gizlində verir. Heç kəs bilmir. Aləmə car çəkmir, mən sədəqə verdim. Və ya çəkib efirlərə buraxmır. Gizlindədir. Heç kəsin xəbəri yoxdur. Sağ əli ilə verir, sol əlin xəbəri yoxdur. Ona görə sədəqə vermək insan həris olmalıdır.